Dadı çox gözəl və bir qədər də qış abu-havasında olan yeni ilə özəl mandarinli şirniyyat resepti bölüşürəm. İlk öncə göstərdiyim kimi şirə hazırlayıram. Biskviti hazırlamaq üçün qaba şəkər tozu, yumurta və bir çimdik duz əlavə edib, təxminən 5-6 dəqiqə ağarıb qatılaşana kimi çırpıram. Üzərinə otaq istiliyində ərinmiş yağ, təbii şirəni və sarı kök əlavə edib 15-20 saniyə qarışdırıram. Sonra un və qabartma tozunu əlavə edib, un yaxşı qarışana kimi qarışdırıb, yağlı formaya yığıb, öncədən isidilmiş 180 dərəcədə 40 dəqiqə nəzarət edərək bişirirəm. Bişməsini isə taxta çöplə yoxlayırıq. Sobadan götürdükdən 5 dəqiqə sonra isə üzərinə otaq istiliyində süd əlavə edib kremini çəkirəm. 7-8 saat sərin yerdə saxlayıram. Sonra üzərini zövqə görə bəzəyirəm. Krem isə qatlaşdırılmış şirin süd və qaymaqdan ibarətdir. Növbəti videolarda görüşənə kimi.